Deməli, bu avtomobili bir müddət bundan öncə bizim yanımıza gətirmişdilər. Bir qardaş bu avtomobili almaq istəyirdi. İndi alan elə oldu ki, qiymətlə bağlı alınmadı, seyləyə bilmədilər. Razılığa gələ bilmədilər. İndi sonradan avtomobil sahibi indi ölkədə yox idi, atasından göndərmişdi bu maşını. İndi bu dəfə özü gətirib ki, qardaşım, elə bu maşında bir neçə problemləri var idi. Elə bu problemləri inşallah elə özün həll elə, elə ya bunu satacağam, düzəltdirib satacağam, ya da ki, elə özüm sürəcəm. Avtomobildən olan problemləri siyasi biz qardaşa vermişdik, avtomobil sahibinə. Problemlərin demək olar ki, əksəriyyətini həll eləmişik və bir neçə problemlər qalıb xırda. Onlar da inşallah ya indi sürəsi olsa gətirib qoyacaq yanımıza, düzəldib verəcəyik. Ya da ki, belə avtomobildə bütün sveçaları aşmış şamları yenisi ilə əvəz elədik. Bir də ki, sveçanı görürsünüz, zəhmət olmasa, baxın. Sveça yağ içindədir, görürsünüz. Üst qapaq hissədə, yəni üst qışqa prokladkasından yağ verirdi. Ona görə də səbəb, daha doğrusu buna səbəb üst qışqa prokladkasında problem olduğuna görədir ki, müəyyən müddət keçdikcə prokladka başlayır ölməyə. Yeni prokladka ilə əvəz elədik, təbii ki, orijinalı ilə sveçaları dəyişdik. Bir dənə qalıb test düşün eləmək. İnşallah bundan əlavə olaraq burada da başqa maşınlarımız, onlarda da check-up qulluğu, yoxlanışlar gedir. Təşəkkürlər, izləmədə qalın.